Salam, dəyərli izləyicilər, dəyərli YouTube kanalımızın izləyiciləri. Bugünkü dərsimiz çox maraqlı bir dərsdir. Ağırlıq qüvvəsinin coğrafi en dairəsindən asılılığı. Dərsə başlamamızdan əvvəl qeyd edim ki, bu cür dərslər davamlı olacaq. Yəni, ali məktəb fizikasına aid dərslərimiz davamlı olacaq. Ona görə də belə dərslərin çox olmasını istəyirsinizsə, bəyənib abunə olmağı və videonu paylaşmağı unutmayın. Keçək dərsimizə. Dərsimizin adı bir daha qeyd etdiyim kimi ağırlıq qüvvəsinin coğrafi en dairəsindən asılılığıdır. Bu dərs qeyd edim ki, abituriyent proqramını əhatə etmir. Çünki videomuza mən bəzən ali məktəb fizikası və yaxud da olimpiyadaya aid və yaxud da MIQ səviyyəsində suallar paylaşanda və yaxud da dərslər paylaşanda bəzən abituriyentlər deyir ki, bizə qəbul imtahanında belə bir şey düşə bilər və yaxud da sınaqlarda belə bir şey düşə bilər. Biraz anlaşılmazlıq yaranır. Mən buna əvvəlcədən aydınlıq gətirim ki, bu dərsimiz, yəni qəti surətdə abituriyent proqramını əhatə etmir. Yəni dərs müəllimləri üçün, xüsusən olimpiada ilə maraqlı olan, yəni fizikanın dərinliklərinə varan müəllimlər üçün, olimpiada həvəskarları üçün, bir də ali məktəbdə ümumi fizika kursu oxuyan tələbələr üçün faydalı olan bir dərsdir. Belə, dərsimizin adı ağırlıq qüvvəsinin coğrafi en dairəsindən asılılığı. Biz ağırlıq qüvvəsinin düsturunu F bərabər mg kimi qeyd edirik. Yəni F bərabər mg yazırıq. Təbii ki, J-nin burada J nədən asılıdır? Demək ki, yazıram ki, J lap elə H hündürlüyü üçün daha ümumi düsturu yazıram. JH bərabərdir qravitasiya sabiti vurulsun planetin kütləsi bölünsün R plus H-ın kvadratı. Yəni biz burada H-ın yəni sərbəst düşmə təcilinin başqa sözlə ağırlıq qüvvəsinin yəni sərbəst düşmə təcilini əvvəl deyək, sonra keçək ağırlıq qüvvəsinə qarşılıq yaranmasın. Sərbəst düşmə təcili planetin kütləsindən, radiusundan, bir də planetin səthindən olan müəyyən hündürlükdən asılıdır. Təbii ki, xüsusi halda H bərabər 0-da ola bilər. Mən ümumi düsturu yazdım. Həmçinin ağırlıq qüvvəsi də M-dən, yəni cismin kütləsindən və qalan bayaq az öncə sadaladığım kəmiyyətlərdən asılı olacaq. Yəni düsturu yazsaq, M vurulsun, qravitasiya sabiti, planetin kütləsi bölünsün R plus H-ın kvadratı. Yəni ümumi H hündürlüyü üçün düsturu yazıram. Burada H-ı sıfıra götürməklə F0-a da keçmək olar. Yəni bu problem yoxdur. Yəni ağırlıq qüvvəsi burada nədən asılı oldu? Cismin kütləsindən, planetin kütləsindən, planetin radiusundan, planetin səthindən olan hündürlükdən, bir də qravitasiya sabitindən. İndi baxaq. Qravitasiya sabiti onsuz sabitdir, onun bir problemi yoxdur. Qalan digər kəmiyyətlərdən asılıdır. Amma bu günləri bir ağırlıq qüvvəsinin yəni qiymətinə təsir edən başqa bir məsələni aydınlaşdıracağıq. Demək, planet hansısa bir buna deyək O'-oxu ətrafında fırlanır. O'-oxu ətrafında fırlananda artıq yəni bu yer planetin üzərindəki nöqtələr də O'-oxundan müəyyən məsafədə yerləşir və həmin nöqtədəki yerləşmiş cismə, məsələn bu nöqtədə yerləşmiş cismə mərkəzdən kənara doğru mərkəzdən qaçma qüvvəsi təsir edir. Və yerin mərkəzinə doğru isə hansı ki mən bunu F0 ilə işarə etmişəm. Cazibə qüvvəsi təsir edir. Yəni əslində bizim ağırlıq qüvvəsi adlandırdığımız qüvvə, yəni bizim başa düşdüyümüz ağırlıq qüvvəsi, yazıram bunu. Ağırlıq qüvvəsi bərabər olur həmin o cazibə qüvvəsi ilə bunu vektor şəklində yazaq. Demək, həmin cazibə qüvvəsi ilə düsturları daha aydın yazmaq üçün bərabərdir. Cazibə qüvvəsi plus mərkəzdən qaçma, bu vektorial cəmdir, qeyd edirəm. İndi hesablamaya keçəcəyik. Mərkəzdən qaçma qüvvəsinin vektorial cəmdir. Yəni, mərkəzdən qaçma qüvvə cisimlər, məsələn, fırlanma hərəkəti edən cisim üzərində. Məsələn, maşın təkərinə bir, məsələn,
palçıq və yaxud da fırlanan disk üzərində hansısa bir cisim götürək. Fırlanan cisim üzərində bir disk götürəndə disk müəyyən bir omega bucaq sürətindən fırlanırsa, diskin mərkəzindən kənarlara doğru bir mərkəzdən qaçma qüvvəsi təsir edirdi. Və həmin qüvvə bu arada nəyə bərabər idi? F bərabər idi M-a, o da bərabərdir M vurulsun omega kvadratı R-ə. Bu mərkəzdən qaçma qüvvəsidir. İndi cismə təsir edən ağırlıq qüvvəsi həmin mərkəzdən qaçma qüvvəsi ilə, yəni cəzb etmə qüvvəsinin, artıq biz bunu bilirik, cəzb etmə qüvvəsinin cəminə bərabər olur və vektorial cəminə bərabər olur. Və artıq burada biz görürük ki, n dairəsi dəyişdikcə, yəni n dairəsi də bir daha yadımıza salaq. Ekvatorda 0-dır. Ekvatordan qütblərə getdikcə 0-dan 90-a qədər müəyyən bir qiymət alır və qütblərdə 90 dərəcə olur. Yəni coğrafi n dairəsinin qiyməti. Yəni 0-dan 90. İndi biz fi bir n dairəsi götürdük. Yəni belə bir artıq şəkildə öncədən hazırdır. Əmələ gətirdiyi bucaq konkret buna qiymətlər deyək. Bu olsun A nöqtəsi, ekvator üzərində A nöqtəsi, ya o elə olsun ekvatorun baş hərfi ilə yazaq bunu. Deyək ki, məsələn, bu olsun Y nöqtəsi, Y, O, buna da deyək, məsələn, fırlanma oxun B ştrix eləyək. B, bu da olsun B ştrix. Tamam. Demək, bucaq Y, O, bir dəqiqə, üzr istəyirəm, buna yox, bu nöqtəyə bir. Baxın, cismin, hal-hazırda mənim cismimin olduğu nöqtə, yəni bizim baxdığımız nöqtə olsun B nöqtəsi. Demək, burada nə alınır? Bucaq, aşağıdan bunu yazıram. Y, O, yəni bu bucaq, Y, O, söhbət, yəni bu bucaqdan gedir. Y, O, B. Bucaq Y, O, B bərabərdir nəyə? Fiyə. Tamam. Burasını başa düşdük. Yəni, burada çox hərflər yazmıram ki, qarşılıq olmasın. İndi məsələ nədən ibarət olacaq? Yazılır ki, fi bərabərdir. Yəni, fi n dairəsi ağırlıq qüvvəsi bərabər cəzb etmə qüvvəsi plus f i-yə. Yəni, mərkəzdən qaçma ətalət qüvvəsinə. İndi baxaq. Biz bu şəkildə, yəni vektorial şəkildə yazmışıqsa, burada təbii ki, biz ədədi qiymətlərini hesablaya bilmərik. Ona görə də Fi qüvvəsinin F1 üzrə, yəni F0 istiqamətində proyeksiyasını yazaq. Yəni, burada bir ox qəbul etməklə də həll etmək olar. Məsələn, hansısa bir, bu bizim işimizi rahatlaşdırır. Məsələn, buna bir hansısa bir ox qəbul edək. Yəni, planetin mərkəzindən cismə doğru bir ox çəkək. Məsələn, bu oxa deyək, olsun bir X oxu, nə bilim, Y oxu, Z oxu, fərqi yoxdur, nə ilə istəyirsə işarə eləyə bilərik. Bu olsun Fi. İndi bu fi bucağıdırsa, bu bucaqda fi olacaq. Mən yazmıram, çünki qarşılıq yaramasın, onu aydın məsələdir. Bu bucaq fidirsə, bu düz xəttə paraleldir. Ona görə daxili çarpaz bucaqların xassələrinə görə bu bucaq da fi olacaq. Və bu bucaqla da hansı ki, baxın, işarə edirəm həmin bucağa. Amma yazmayacağım. İşarə edirəm sadəcə. Çünki yazsam çox qarşılıq olacaq. Yəni, bu bucaqla, qırmızı hərfdən, bu bucaqla bu bucaq bir-birinə bərabərdir. Niyə? Çünki qarşılıqlı bucaqlardır. Hər ikisi qarşılıqlı bucaqlardır. Qarşılıqlı bucaqlarda biz bilirik ki, riyaziyyat kursunda nədir? Bir-birinə bərabərdir. Aha, indi gəlin məsələnin izahına keçək. Demək, biz X oxu üzrə, yəni X oxunu bu formada çəkmək olar, əksinə də çəkmək olar, fərqi yoxdur orada. Təbii ki, F0 Fi-nin proyeksiyasından böyük olacaq. Demək, biz məsələni belə qoyaq, məsələyə belə yanaşaq ki, Fi-nin bu X oxu üzrə proyeksiyasını yazaq. Onda həmin proyeksiya nəyə bərabər olur? Yəni, F1 istiqamətində proyeksiyasını yazaq. Yazıram bura nə? Yazıram bura F1. Bunu işarə edim bir F1-dən həmin proyeksiyanı.
F1 bərabərdir Fi vurulsun kosinus fi'yə. O kosinus fi'nin də aydın məsələdə biz bucaqlarda göstərə bilərik. Bu sadə məsələlərdir. Əgər hansı məsələdə problem olsa şərh bölməsinə yaza bilərsiniz. Mən bütün məsələləri aydınlıq gətirəcəm. Amma yəni sadə bir şeydir o. F1 bərabərdir Fi vurulsun kosinus fi. İndi F0 müəyyən istiqamətdə yönəlib. Mən artıq bunları silirəm. F0 bu istiqamətdə, Fi də onun əksinə doğru yönəlib. Təbii ki, burada F0 Fi'dən böyük olacaq. Əks halda cisim yer planetinin üzərində qalmazdı, düşərdi. Yəni kosmosa atılardı. Yəni cəzb etmə qüvvəsi mərkəzə qaçma qüvvəsindən nisbətdə böyükdür. F1 bərabər Fi vurulsun kosinus fi'yə. Onda fi n dairəsindəki ağırlıq qüvvəsini artıq biz skalyar formada ifadəsini yazaq. Pfi bərabərdir F0 minus demək F. Niyə minus oldu? Çünki təbii ki, bir düz xətt üzrə olub əks istiqamətdə yönəlir. Ona görə də buna məncə şərh verməyə ehtiyac yoxdur. Kosinus fi'yə. Demək, fi n dairəsindəki bucaq, fi n dairəsindəki ağırlıq qüvvəsi Fi bərabərdir F0 minus kosinus fi'yə. İndi fırlanma oxundan bu nöqtə hansı məsafədədir? Müəyyən bir R məsafəsində. Yəni, fırlanma oxundan R məsafəsindədirsə, biz onda Fi-ni necə yaza bilərik? M omega kvadratı R. Onda gəlin düsturu bir daha belə yazaq. Addım-addım, hər birinə addım-addım. Birinci bunu yazdıq. Hər birinə addım-addım izah edirəm. Bunlar hamısı yəni eyni düsturdur. Sadəcə olaraq biz nəticəyə gələcəyik. Sonda bir çox gözəl, əsrarəngiz bir nəticə alacağıq. Səbirli olaq. F0 minus demək, artıq F-nin qiymətini yerinə yazıram. M vurulsun omega kvadratı R kosinus fi. İndi burada R-i də planetin radiusu ilə əvəz edək. Necə əvəz edəcək? İndi gəlin ona baxaq. Planetin radiusu R-dir. Yəni, mən buradan bir dənə düz xətt çəkərəm. Gəlin bunu digər qələmdən istifadə edək. Buradan belə bir düz xətt çəkərəm. Belə bir düz xətt. Düz bucaqlı alındı burada. Bura yerdirsə, düz bucaqlının qarşı tərəfləri yerdir. Daha doğrusu düz bucaqlı üç bucaq. Yəni düz bucaqlı da olar, yerdir, bura yerdir. Və düz bucaqlının diaqonalı da böyük yerdir. Onda biz belə bir ifadə yaza bilərikmi? Həmin bu, yəni fiyə bitişik bucağın, fiyə bitişik tərəfin, yəni kiçik yerin böyük yerə nisbəti mənə verəcək nəyi? Kosinus fi'ni. Yazıram bura kosinus fi'ni. Həmin bu kiçik yerin böyük yerə nisbəti mənə kosinus fi'ni verdi. İndi mən kiçik yeri burada əvəz edə bilərəm. Kosinus fi'ni. Kiçik yeri burada əvəz edə bilərəm. Kiçik yer bərabərdir. R vurulsun kosinus fi'yə. R vurulsun kosinus fi. İndi gətirib mən həmin düsturu, həmin ifadəni asanlıqla yerinə yaza bilərəm. Artıq mən bunları silirəm. Yəni, R bərabərdir. Bir dəqiqə. Siləndə bəzən çox şey silmək olmaz. İndi gətirib R-in ifadəsini yerinə yazıram. Onda yazıram F-i. Biraz sola yazaq, çünki düstur maşallah böyüyür. F-i bərabərdir. F0-ın yerinə mg0 yazıram. mg0. İndi deyəcəm mg0 nədir? Minus m vurulsun omega kvadratı. Yəni omega yerin öz axı ətrafında yəni bucaq sürəti, fırlanma bucaq sürətidir. M omega kvadratı. R-in yerinə nə yazdıq? Böyük yer vur kosinus fi. Bir dənə kosinus fi'miz var idi. Onda nə olur? Kosinus kvadratı fi. M omega kvadratı böyük yer vurulsun kosinus kvadratı fi'yə.
İndi f-ni, yəni fi n dairəsindəki sərbəst düşmə təcili mən belə yaza bilərəm. Necə? Yazıram ki, dəqiqə. Artıq bunlara bizim ehtiyacımız yoxdur. Bunları da silə bilərik hər birin. Çünki mən məsələnin əvvəlində bunların hər birinə ayrı-ayrılıqda aydınlıq gətirdim. Onda bu ifadəni belə də yazmaq olar. M vurulsun J fi, yəni fi n dairəsindəki sərbəst düşmə təcili bərabərdir mj0. J0 sadə dildə deyəcəm, bu formadadır. Yəni təsəvvür eləsək ki, biz yəni yeri dayandırmışıq, yer fırlanmır. Həmin yer fırlanmasa, artıq verilən nöqtədə sərbəst düşmə təcili J0-a bərabər olacaq. Artıq yer hərəkət edir. Müəyyən fırlanma hərəkət etdiyindən cismin fırlanma oxundan kənara doğru müəyyən bir qüvvə təsir edir. Həmin qüvvənin təsiri ilə artıq J0 dəyişir. J0-ın qiyməti dəyişir. Və yazıram. Demək, mj0 minus bunu silək buradan. Demək, mj0 minus m omega kvadratı r kosinus fi. İndi tənliyin hər tərəfini m-ə bölsək, hansı düstur? Necə alıram? Alaram ki, demək, m vurulsun j fi bərabərdir mj0 minus m vurulsun omega kvadratı r kosinus fi. Demək, mən artıq burada yaza bilərəm belə də j fi bərabərdir. Demək, mj demək, bunu belə yazıram. J0 minus omega kvadratı r kosinus fi. Bu ifadəni bu formada bu cürə yazdım. Bir daha qeyd edim ki, demək, f-nin mən ifadəsini yazdım bura. F bərabərdir mj0 minus demək, m vurulsun omega kvadratı r kosinus kvadratı fi-yə. İndi mən f-ni yerinə yaza bilərəm asanlıqla. Demək, j-fi bərabərdir m vurulsun j0 minus m vurulsun omega kvadratı r kosinus kvadratı fi. Yəni bunu bu düsturu bu şəkildə yazdıq. Eləcə də m-in ifadəsi üzr sayın, kiçik texniki problemə görə dərsi pauza verməli oldum. J-fi bərabər J0 minus omega kvadratı r kosinus fi. Bu şəkildə yazmaq olar. Buradan J0-ı mötərizə xaricinə də çıxartmaq olar. Və bu halda düsturumuz artıq hansı formaya gələcək? Onu aydınlaşdıraq son düsturu. Yəni son düstur bu da əslində son düsturumuzdur. Və biz buradan, yəni düsturun ikinci hissəsində yazaq, sonra nəticələri təhlil eləyək. J-fi bərabərdir, demək, J0 1 minus omega kvadratı r kosinus demək, kosinus kvadratı fi. Son düsturu mən bir daha yazıram bura. Omega kvadratı r vurulsun kosinus kvadratı fi
bölünsün J0. Bizim son düsturumuz budur. Son düsturda nələri biz bilməliyik? Nələri, yəni buna bir A düsturu deyək, buna da bir B düsturu deyək. Bunlar əslində hər ikisi də son düsturdur. Demək, J-nin qiyməti, başqa sözlə ağırlıq qüvvəsinin qiyməti. Kosinus fi sıfıra bərabər olanda, kosinus 0 dərəcədə nəyə bərabər olur? Bildiyimiz kimi özünün ən böyük qiymətini alır. 0 dərəcədə bərabərdir 1-ə. Yəni, fi 0 dərəcə olan kosinus 0 dərəcə 1-dir. Onda J-fi bərabər J0 minus omega kvadratı R. Bu J-fi özünün ən minimum qiymətini alır. Bu harda olur? Fi n dairəsi, 0 n dairəsi nə vaxt olur? Hansı nöqtədə olur? Ekvator. Yəni, ekvatorda J-nin qiyməti ən kiçikdir. Daha sonra, yəni bu düstura əsasən də bu düstur, A düsturu və yaxud da B düsturu. Bunlar ikisi də eynidir. Sadəcə birində mötərizə xaricini çıxartdım onun üçün. Daha sonra fi bərabərdir 90 dərəcədə. Fi 90 dərəcəyə bərabər olarsa, onda kosinus 90 dərəcə bərabərdir nəyə? 0-a. Yəni, ikinci hədd, bu hədd 0-a bərabər olur fi'nin 90 dərəcə qiymətində. Onda burada xüsusi halda da sanki J-fi bərabərdir J0-a. Yəni, həmin nöqtədə cismi, biz yeri kürə formasında, ideal olaraq kürə formasında qəbul elədik deyə belə oldu. Amma əslində yer kürə formasında deyil də, fırlanma ellipsoidi formasındadır. J-fi J0-a, yəni kürə formasında olduğu qəbul etsə, qütblərdə, yəni n dairəsinin 90 dərəcə bərabər qiymətində J-fi J0-a bərabər olacaq. Və bu da, burada həmin nöqtədə, qütblərdə də sərbəst uçma təzyiqinin, başqa sözlə ağırlıq qüvvəsinin qiyməti ən böyük olur. Dərsimiz bu qədər. Bəyənib abunə olmağı unutmayın. Növbəti dərslərimizdə maraqlı ali məktəb fizikası. Yəni, bu ümumi fizika kursunu əhatə etsə də, həm fizikanın dərinliyi ilə yəni, maraqlanan insanlar, yəni bu sahə ilə məşğul olan həm olimpiyada hazırlaşan şagirdlər üçün, həm müəllimlər üçün, olimpiyada hazırlığı keçən müəllimlər üçün, həm də elə birinci kurs tələbələri üçün, yəni ümumi fizika kursu mexanika, yəni birinci bəhsi, mexanika bölməsi keçən tələbələr üçün də çox faydalı bir dərsdir. İnanıram, hər biriniz üçün faydalı olacaq, nələrsə öyrənə biləcəksiniz. Çox sağ olun, təşəkkürlər. Bəyənib abunə olmağı unutmayın. Çox sağ olun.